Yəqin ki, məni tanıyan hər kəs mənim Harry Potter heyranlığımı bilir və hər il olduğu kimi 31 iyul Harry Potter'ın ad günündə mən yenə Harry Potter haqqında danışmaq istəyirəm. Harry Potter'ın ikonik pis adamını bilirsiniz, Voldemort. Voldemort niyə görə pis idi? Voldemortun keçmişi ilə bağlı xüsusilə Half-Blood Prince kitabında məlumat verilir. Öz doğma ailəsini tanımadan böyüyübdü və hətta babası anası ilə birlikdə onu tərk eləyibdi. Anası küçələrdə dilənçi vəziyyətində ölür. Voldemort uşaqlıqdan bəri yetimlər evində böyüməyə başlayır və yetimlər evində böyüyən zamanda müxtəlif bullyingə məruz qalır. Özünü heç cür ora aid hiss eləmir. Eyni zamanda da başa düşür ki, məndə nəsə əslində bir fərqlilik var. Məndə gerçəkləşdirə biləcəyim bir potensial var, amma yenə də özünü aid hiss eləyə bilmir, özünü gerçəkləşdirə bilmir, öz potensialını reallaşdıra bilmir və reallaşdıra bilmədiyi potensial onun ən böyük yükünə çevrilməyə başlayır. Ta ki Hogwarts'a gələnə qədər. Hogwarts'a gələndən sonra o birdən-birə özünə aid hiss edəcəyi və özü kimi insanların olduğu bir məkanı tapmış olur və buna görə də özünü çox xoşbəxt hiss eləyir və Hogwarts onun üçün həyatdakı ən doğma yerlərdən birinə çevrilir və bir gün öyrənir ki, o məşhur sehirbazlardan biri olan Salazar Slytherinin nəslindən gəlir və bununla birlikdə öz dəyərlilik duyğusu yavaş-yavaş daha da artmağa başlayır və eyni zamanda məktəbdə də parlaq tələbə olduğu üçün get-gedə öz uğurlarından xoşallanaraq sözün həqiqi mənasında bir narsistə çevrilməyə başlayır. Dəyərsizlik hissi ilə böyüyən uşaq birdən-birə uğurlu olmağa başlayır və insanların sevgisini qazanarkən narsistliyə və şeytanın vücud bulmuş halına çevrilir. Amma Voldemort'un yaşadığı şeylərin demək olar ki, eynisini yaşayan başqa bir insan da var idi. Harry Potter. Bəli, Harry Potter da yetim böyümüşdü. Harry Potter da özünü aid hiss eləmədiyi yerdə böyüyürdü. O da öz potensialını gerçəkləşdirə bilmirdi və Hogwarts'a gəlməyi onun həyatında da önəmli dönüş nöqtəsi oldu. O ilk dəfə özünü burada tapdı və hətta nə qədər məşhur olduğunu öyrəndi. Müəllimlərin sevimlisi oldu və s. Voldemort'un yaşadıkları şeylərin hər birini Harry də yaşayır. Bəs niyə görə Voldemort şeytana çevrilərkən Harry yaxşı insan olmaqda qalır? Səbəb seçimlərdir. Nə yaşayırsınızsa yaşayın, elədiyiniz seçimlər sizin xarakterinizi formalaşdırır. Və psixologiyada bununla bağlı ənənəvi bir yanaşma var. Valideynlər bizim xarakterimizə təsir göstərir, uşaqlığımız, keçmişimiz, ailəmiz və s. bizə təsir göstərir. Əlbəttə bunların hamısı təsir göstərir. Amma günün sonunda nə yaşadıklarımız deyil, nə seçimlər etməyimiz bizi formalaşdırır. Nə yaşayırsınızsa yaşayın, özünüzü qurtarmaq üçün edə biləcəyiniz çox şey var. Doğru seçimlər etmək. Harry Potter mənə görə doğru seçimlər etmənin önəmini ifadə edən bir hekayədir.